Adında V hərfi olan insanlar güc, iradə və istiqamət enerjisini daşıyır. V hərfinin forması sanki iki gücün bir nöqtədə birləşməsini simvolizə edir. Bu enerji insanı məqsədə doğru aparan daxili bir kompas kimidir. Bu insanlar adətən qərarlı, məqsədyönlü və iradəli olurlar. Onlar çətinliklərdən qorxmur, əksinə maneələri yararaq irəliləməyi bacarırlar. Bu insanlar başladığı işi yarımçıq qoymaz və sona qədər aparmaq istəyir. Ona görə də çox vaxt liderlik, təşəbbüs və məsuliyyət tələb edən sahələrdə uğur qazanırlar. Ətrafdakılar onların gücünü və sabitliyini hiss edir. Amma bu güclü enerji bəzən inadkarlığa və sərtliyə çevrilə bilər. Və insanı bəzən yalnız öz yoluna fokuslanır, çevikliyi azala bilər və emosional incəlikləri görməməzlikdən gələ bilər. Sonda isə tək qalmaq və fürsəti qaçırmaq kimi problemlər yaşaya bilər. Əgər sənin də adında V hərfi varsa, sənin gücün iradəndədir. Amma əsl uğurun müdrikliklə və ürəyini birləşdirəndə gəlir.